Birinci mərtəbədəyəm, elə bir ayaq yolunda oturmuşam. Bizim bu domlar, bizim bu domlar avarenlidir. Yuxarıdan bütün su tökülür padyezə, girmək olmur. Aparıb qoşula yağış yağan kimi dolur. Padyezlər, yollar. Sumqayıt şəhərinin İnşaatçılar qəsəbəsində Finski kimi tanınan taxta evlərin yerləşdiyi ərazidə yaşayan sakinlər uzun illərdir ciddi problemlə üzləşdiklərini bildirirlər. Sakinlərin sözlərinə görə yaşadıkları binalar və evlər qəzalı vəziyyətdədir. Divarlarda dərin çatlar yaranıb. Binalar isə tamamilə nəmişlik içindədir. Mənzillərdə ilin bütün fəsillərində güclü nəmlik hökm sürür. Bu da sakinlərin sağlamlığı üçün ciddi təhlükə yaradır. Düzəlməzdə, yəni kanalizasiya suyu evlərə girib, daxil olub, başa düşdü. Çirkin içində yox. Nəfəs almalı deyil qızım. Biraz istilik olur. Birinci mərtəbədəyəm, elə bir ayaq yolunda oturmuşam. Mən 40 ildir burada yaşayıram. Özüm də 25 ildir xəstəliyə tutulmuşam. Ayaqlarım tutulub çıxıb düşə bilmirəm bura padezi. Hər mən çıxıb düşəndə buranı mənim qolumdan yapışıb çıxardıb düşürdülər. Mən xahiş edirəm buna bir əncam çəkəsiniz. Sakinlər bildirirlər ki, binaların vəziyyəti o qədər ağırdır ki, yuxarı mərtəbədə qonşu hərəkət edən zaman aşağı mərtəbədə yaşayanlar bunu açıq şəkildə hiss edir. Tavan və döşəmələrin hər an çökməyindən qorxurlar. 5 ildir bu evdə yaşayıram, bu Finski evdə yaşayıram. Mən bura yaşayandan hər il su basır buranı. Pis vəziyyətə qalmışıq. Özüm asma xəstəsiyəm, əliləm. İnsult xəstəsiyəm, yoldaşım Parkinson xəstəsidir. Həqiqətən də çox belə biabırçılıq vəziyyətdə yaşayırıq burada. Bura bir baxan yoxdur, nəzarət eləyən yoxdur. Su basır, uşaqlarım, nəvələrim məktəbə gedə bilmir. Uçub tökülür başımıza. Bloka girirsən, blokda yuxarıda hamısı uçub. Gəlib çəkiliş aparsınlar, baxsınlar, görsünlər ki, vəziyyət nə yerdədir. Padyezə qədər su dolur, uşaqlar məktəbə gedə bilmir, çıxış yoxdur, bir çörək almağa gedib imkanımız yoxdur ki, gedək. İmkan odur ki, yəni suyun şəraitə görə gedə bilmirik. Mən 1977-ci ildə bu Pasolka İstirahət küçəsində yaşayıram. İnşaatçılar qəsəbəsi gedir. Bunu bizə kommunalni evlər kimi bunu təqdim elədilər müvəqqəti olaraq. Yaşayarsınız burada, ondan sonra sizə tədbir görəcək. O ildən bu ilə qədər damlarımız tamam sökülüb, tamam padyezə girmək olmur. Yağış deyək ki, yağış yağır. Yağışdan sonra bizim kanalizasiyalar işləmir, evlər dağılır. Nətər olur ki, şəhərin mərkəzində məcbur eləyirlər, pullu yerləri sökürlər. Cəmaatı evdən məcburan çıxardırlar, qoymurlar ki, cəmaat yaşasın. Bizim bu domlar avarenlidir. Yuxarıdan bütün su tökülür padyezə, girmək olmur. Nətər olur, bəs biz insan deyilik. Ərazi sakinləri qeyd edirlər ki, yağış yağan zaman kanalizasiya suları evlərin zirzəmilərinə, həyətlərinə və bəzi hallarda mənzillərin içərisinə qədər dolur. Antisanitar vəziyyət gündən-günə daha da ağırlaşır. Xahiş edirəm, bizim bura yığılmışıq. İndi də aparıb bizim kanalizasiyanı qoşublar təzə kanalizasiya. Xət çəkir, 2 ildir o xət çəkilir, hərə gəlib bir yana çıxmayıb. Aparıb qoşublar yağış yağan kimi dolur. Padyezlər, yollar. İndi hal-hazırda çəkilib. O momentdə gəlirdiniz. Yenə də artıq dərəcədə biz xahiş edirik. Prezidenti heç olmasa mavininə çatdırılsın bu söz. Sakinlərin iddiasına görə, adiyyəti qurumlara dəfələrlə müraciət edilməsinə baxmayaraq, indiyədək heç bir ciddi tədbir görülməyib. İnsanlar hər an binaların uçma təhlükəsi ilə üz-üzə olduqlarını deyir və problemlərinin təcili şəkildə nəzarətə götürülməsini, qəzalı evlərlə bağlı operativ addımlar atılmasını tələb edirlər.